Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb. Yaxınları onun ölümündə həkimi günahlandırırlar. Daha ətraflı əməkdaşımızın sujetində. Qrica ilə gəldi, bura, bağırsağını deşib. Bağırsaq, bəli, nac qarnına tökülüb də, onun bir yoğun bağırsaq tökülüb, onun qarnına verdi zəhərləmanı. Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbi ilə daxil olan Lənkəran şəhər sakini 60 yaşlı Siyavuş Rızayevin əməliyyatdan sonra vəziyyəti pisləşib. İsmində olan İshaq həkimidir. İshaq həkim bizi çağırdı, get bunu saldı, dedim, bu xəstəni gətirmiş ki, saldı onu aparata. Bir də ürək kardioqrammasını elədi. Nə qol çəkdirdi, nə bir şey. Promoy bunu təcili saldı əməliyyata. Əməliyyatda bunu bağırsağı zədə alıb. Daxili zədədən sonra xəstə yenidən əməliyyata götürülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. İkinci dəfə bağırsaq içərisində bağırsaq partlamışdı, ikinci dəfə əməliyyat oldu. Bağırsaq deşiyi. Bəli, İshaq həkim insaf edir. İshaq həkim gəlsin, məndən üzbəyiz qalsın, mənə cavab versin. Lənkəran rayon mərkəzi xəstəxanasından isə bildirildi ki, xəstənin doğrudan da vəziyyəti birinci cərrahi əməliyyatından sonra pisləşib. O ikinci dəfə əməliyyata götürülüb. Xəstənin vəziyyəti qəfildən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınmış və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra olunmuşdur. Əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülən pasiyentin aparılan bütün reanimasyon tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 04 noyabr 2025-ci il tarixində saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınmışdır. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonları arası zona mərkəzinə təhvil verilib. Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Siyavuş Rızayevin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. Rövşən Almazoğlu, Diana Cəlali, Space Xəbər, Lənkəran.